Monitorinqlər göstərir ki, ölkədə hələ də texniki baxışa cəlb edilməyən nəqliyyat vasitələrinin istismarı hallarına rast gəlinir. Aqrar Xidmətlər Agentliyindən verilən məlumata görə 2025-ci il ərzində qurum tərəfindən 1072 cərimə protokolu təqdim olunub ki, bunlardan 763-ü texniki baxışdan keçirmədən idarəetmə halları ilə bağlı olub. Agentlik ilin nəticələrinə əsasən kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçilərinə çağırış edib. Texniki baxışa təqdim edilməyən kənd təsərrüfatı texnikalarının istismarı qəza və xəsarət riskinə, məhsuldarlığın azaldılmasına, ətraf mühitin çirklənməsinə, yanğın təhlükəsinə və digər mənfi nəticələrə gətirib çıxarır. Bundan əlavə, kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələrini texniki baxışa təqdim etməyən texnika sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 340.1-ci maddəsinə uyğun olaraq inzibati tənbih tədbirləri tətbiq olunur. Qanunvericiliyə əsasən traktor və digər mexaniki nəqliyyat vasitələri və onların qoşquları dövrü olaraq texniki baxışdan keçməlidir. Texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qanunla qadağandır. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi təqdim edildikdən sonra həyata keçirilir. Həmçinin dövlət rüsumunun və utilizasiya haqqının ödənilməsi barədə sənəd və icbari sığortanın mövcudluğunu təsdiq edən sənədlər də təqdim edilməlidir. Traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən özəgedən mexaniki nəqliyyat vasitələri, qoşqular, yarım qoşqular üçün texniki baxışa görə dövlət rüsumu 15 manat və istehsal ilindən asılı olaraq utilizasiya haqqından ibarətdir. Texniki baxış Respublikanın bütün rayon və şəhərlərində texnikaların duracaq yerləri üzrə fasiləsiz və səyyar şəkildə həyata keçirilir. Nəqliyyat vasitələrinin texniki baxışı 20 gündən çox gecikərsə, onların sahibləri İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.